Yağışlı bir yaz günündə yolumuzu Bakının daha bir köhnə məhəlləsindən UPD-dən saldıq. Bəli, bu qəsəbənin adı biraz fərqlidir, maraqlıdır və bəlkə də çoxlarına məlum deyil ki, UPD nə deməkdir. Bəli, yaxın 4-5 dəqiqə ərzində bu və digər suallara cavab tapmağa çalışacağıq. Само рождения. Mən anadan olandan burada yaşayıram. 70 yaşım var. Burada mənim nənəm və ulu nənəm də yaşayıb. Çox sakit və rahat yerdir. Əvvəl burada yaxşı balaca qəsəbə var idi. Ərazi boş idi. Sonra müxtəlif ərazilərdən gəldilər. Çoxlu evlər tikdilər. Hərəkət eləmək olmur. Очень много настроились. Burada çoxdan yaşayansınız UPD-də? Bəli, çoxdan yaşayan, 82-dən. 44 il vaxt O keçiblər. vaxtı burada bir dənə ev zat yox idi, hamısı elə. Sonradan hamı tikilmədi. Evlər az idi. Evlər azdı, indi çoxlar ki. Bəs bu ərazilər deyirsiniz ki, evlər yox idi. Bəs nə var idi? Boşluq idi, yoxsa necə? Boşluq idi, bəli, boş. Orada dispanser idi, mağazinlər idi, belə var idi. Amma bu evlər hamı yox idi, sonradan tikilmədi. Buradan getmişdim əskəriyə, elə Əskərə getmişsin, sonra qayıtdın UPD-yə. Gəldim, burada da oxumuşum. UPD necə yerdir ümumiyyətlə? Yaxşı yerdir yoxsa? Yaxşı yerdi, bura sakit yerdi. İllərdir buradasan, uzun illərdir buradasan. Nə dəyişiklik var burada? Ev az idi, sonradan düzəlib buralar. Sonradan bu həyət evləri də çox. Bəs ümumi olaraq necə yerdir? Ümumi yaxşı Yaxşı şəhər. yerdə. Mərkəzi də elədir. Bayaqdan soruşuram vətəndaşlardan, sizin kimi soruşuram. Hamısı deyir 20 ildir, 10 ildir, 15 ildir. Bu UPD-nin öz sakini, lap belə əvvəldən yaşayan yoxdur burada, yoxsa necə? Yox, burada əvvəldən olub, binalar var idi. Bir mərtəbəli rus şeyləri. At saxlayırdılar burada. Onu sonradan digər ərazilərdən, məsələn, sizin kimi gəldilər buralarda ev tikdilər, yoxsa necə? Yox, elə bir biz gəldik, makrellər ev tikdilər. Siz hazır evlər aldınız burada, hə? Hazır ev almışıq. Bakının köhnə məhəllələrində diqqət çəkən həm də belə köhnə tikililərdir. Yəqin ki, yeni evlər, yeni binalar tikildikcə belə tikililərin də ömrü az qalıb. Əsli, kökü, anadan olan, burada oxuyan, rus sektorlar sakinləriyik biz. Biz gözümüzü burada deyirəm də, mamam burada yaşayıb, nənəm burada yaşayıb. İndi özünüz istəsə, əgər mamamın qalsaydı, 100 yaşı olsaydı, nənəmiz neçə ildir burada yaşayıb. Bu binalara qamış binalar deyirlər desən. Qamışdır. Bunları ova, Nemeslər o vaxt özləri üçün obşuruti tikmişdilər buralar. Yataqxana. Yataqxana eləmişlər o vaxt bunları, bu binaları. Onlar eləmişlər, hə, onlar tikmişlər özləri üçün müvəqqəti. Hələ də qaldı, hələ zavodda işləyənləri köçürtdülər, kim getdi, kim qaldı. Bu binalar söküləcək, yoxsa nə deyirlər? Heç nə demirlər, hər gəlib baxıb gedirlər. Mənim nənəm, babam hamı burada yaşayıb. Bax, bu binanın yaşı 110-dur. Mən yorulmuşam buranı, bax, remont eləmir. Nə vaxta qədər mən bankdan pul götürüm, buraları remont eləyim. Nə vaxta qədər? Deməli, UPD-dəki bu köhnə binaların həm də köhnə problemi var. Və bu problem illərdir var, hə? İllər. Belə köhnə tikili UPD-də çox qalıb, yoxsa elə bir budur, yoxsa? 2 binadır. Bir o, kamış binalardır, bir də bu. Bəli, yaxın bir saat ərzində Bakının köhnə məhəlləsi UPD-də olduq, müəyyən suallara cavablatdıq. Amma bir sualımız da var idi, UPD nə deməkdir? Soruşaq görə onu da bilirlərmi? Hayır, bu qəsəbənin, bu ərazinin bir maraqlı adı var, UPD. UPD nə deməkdir? Valla bilmirəm mən o nə deməkdir. Onu mən valla təqib, UPD elə bil, mən o qədər yaşım yoxdur, amma ağsaqqallar bilir də nə deməkdir. Раньше здесь такая железная дорога была, кукушка. Əvvəl burada qatar yolu var idi. Qatarlar neft daşıyırdı. Ona görə bura Təmir Yolları İdarəsi adlanırdı. Sonra dəmir yolu reyslərini yığışdırdılar. Yox, onu mən deyəmərəm, yalan deyəmərəm. UPD qabaqcan, qabaq elə deyirdilər də, Dimitrov küçəsi. Belə bir deyirdilər. Rusun vaxtında burada magistral yollar olub. Burada neftləri zatları daşıyıblar o vaxtları, vaqonlarını. UPD Upravleniya Pромысловых Дорог. Tərcümə isə belədir. Mədən Yolları İdarəsi. Deyilənlərə görə bir vaxtlar burada bu adda idarə olub. Ərazi də həmin idarənin adı ilə bu cür adlanır.